Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün görüntüsü ləzzəti görüntüsündən gözəl olan reyhan kompotu hazırlayacağım. Sizlər də belə gözəl rəngdə, ləzzətli kompot hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. Reyhanları əvvəlcə təmizləyirəm, yarpaqlayıram, yəni daha sonra axar suyun altında təmiz suyu çıxana qədər yuyuram. Sonra aş süzənə yığıram ki, suyu tam süzsün. Göyərtini əlimizə alarkən bizə elə gəlir ki, bu reyhan çox tərtəmizdir. Xeyr, elə deyil. Ancaq biz bunu soyuq suda bir neçə dəfə yuduqdan sonra nə qədər çirkli olduğunu görürük. Ona görə də axar suyun altında bir neçə dəfə təmiz suyu çıxana qədər mütləq göyü tərtəmiz yumaq lazımdır. Yuduqdan sonra da bir 10-15 dəqiqə aş süzəndə saxlamaq lazımdır ki, üzərində su qalmasın. Çünki biz bundan kompot hazırlayacağıq. Reyhanı yuyub 15 dəqiqədir ki, aş süzəndə saxlamışam. Tam suyu süzülüb gedibdir. İndi isə kompotumuzu bağlaya bilərik. Mən kompotları aroma bankasında bağlamağı xoşlayıram. Çünki aroma bankasında açanda bir dəfəlik, yəni tez istifadə etmək olur. Yəni kompot qalıb xarab olmur. Çayını sodalı suda yuyub təmizlədiyim bankaların içərisinə qaynar su əlavə edib qapağını qoyub belə çalxalayıram. Daha sonra bu suyu bankanın içərisindən boşaldıram. Belə etdikdə bankanın təmizliyinə tam əmin olmuş oluruq. Əvvəlcə bankanın içərisinə kənarda saxladığım, yəni suyunu süzmüş bu reyhandan doldururam. Çox da doldurmaq lazım deyil, nə çox, nə az. Biraz tökdünüzsə, yəni bəs edir. İndi göstərəcəm mən nə qədər tökürəm. Yəni çox az da tökmək lazım deyil, çünki reyhanın dadı çıxmalıdır. Ona görə də içərisini nə çox doldurmursunuz, nə də az. Baxın, belə mən göstərim. Belə bu cürə çox da olmamaq şərti ilə yarpaqları, mən bir dənə də olsun reyhanın çöpünü qoymuram, çünki bankanın içərisində daha da gözəl görünməsi üçün hamısını yarpaqlayıb təmizləmişəm. Bankaların içərisinə reyhanı yığıram. İndi isə şəkər tozunu əlavə edirəm. Bilirsiniz ki, bu aroma bankasının, yəni qədəri bir armudu stəkandır. Nə meyvəsi bağlayırsınızsa bağlayın. Yəni onun içərisinə bir armudu stəkan şəkər tozu əlavə etsəniz bəs edir. Yəni şirinliyi tam da yerində olur. Reyhanın içərisinə bir də limon əlavə edəcəm. Həm rənginin gözəl olması üçün, həm də dadının qəşəng olması üçün içərisinə limon əlavə edəcəm. Tərtəmiz yuduğum limonu 2 hissəyə əvvəl bölürəm, daha sonra ortadan bir də bölürəm ki, yəni bir bankaya bir dilim əlavə etsək bəs edir. Mən o bir dilimi də 2-yə bölürəm. Böldükdən sonra hər bankanın içərisinə 2 balaca, yəni doğradığım 2 balaca kusok limon əlavə edirəm. Limonu əlavə etdikdən sonra yarım kafein qaşığı da limon duzu, bankanın içərisinə limon duzu əlavə edirəm. Sonda suyunu əlavə edirəm. Su da qaynar, yəni çaynik odun üzərində tam qaynayan kimi bankaları doldurmaq lazımdır. Bir də bankanı tam doldurun ki, şəkər tozu əridikdən sonra elə bil kompotun suyu biraz aşağı düşür. Ona görə də bankanın tam lap başına su çıxana qədər doldurmaq lazımdır. Qazanın içərisinə su tökürəm, onun içərisinə bir dəsmal sərib hazırladığım bu kompotları bu suyun içərisinə düzürəm.
hardasa 3-4 dəqiqə belə qaynar suda bir dəfə qaynadıram. Heç bir kompotu qaynatmıram. Ancaq bu reyhan kompotunu mütləq qaynadıram ki, rəngi daha da gözəl çıxsın. Artıq 3-4 dəqiqə qaynadı, bəs edir. İndi isə suyun içərisindən çıxardıb, həmin dəqiqə bankanın qapağını bağlayıb götürürəm. İndidən kompotumuzun rənginin nə qədər gözəl olduğunu görürsünüz. Daha sonra qalın bir adyalın içərisinə büküb, burada tam soyana qədər saxlayıram. Səhəri gün tam soyduqdan sonra sərin soyuq yerdə saxlayıram. Artıq kompotlarımız hazırdır. Rəngindən də dadının nə qədər gözəl olduğu yəqin ki, görünür. Sizlər də belə ləzzətli, belə gözəl, qış üçün reyhan kompotu hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın.